Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərə halogen xlor bölməsindəki, halogenlər və xlor bölməsindəki xlor alınması və xassələri mövzusunda 61-dən sona qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən 61-ci sualdan başlayaq. Hansı sıradakı maddələr xlorla reaksiyaya daxil olur? Uşaqlar, azot xlorla reaksiyaya daxil olmur. A variantı səhvdir. Sonra B variantına baxaq. Natrium flor xlorla reaksiyaya daxil olmur, çünki flor xlordan daha qüvvətlidir. C variantına gəlirik. Oksigen xlorla reaksiyaya daxil olmur. C variantı da yanlışdır. D variantına baxırıq. Yenə oksigen həm də natrium flor xlorla reaksiyaya daxil olmur. Y variantında isə hər üç maddə xlorla reaksiyaya daxil olur. Natrium brom xlorla reaksiyaya daxil olur. Bromu sıxışdırıb çıxardır. Natrium xlor, bir də brom alınır. Kalsium OH2 xlorla reaksiyaya daxil olub ağardıcı əhəng alınır. Əgər temperatur adi şəraitdə reaksiya gedirsə, bu zaman kalsium xlor o bir də üzərinə gəlinsin, su əmələ gəlir. Kalsium deməli hipoklorit, bir də su əmələ gəlir. Temperatur şəraitində isə kalsium xlorid, kalsium xlorat, bir də su əmələ gəlir. Natrium yodid də xlorla reaksiyaya daxil olur. Natrium xlor, bir də yod əmələ gətirir. 62-ci sual. Xlorun həyəcanlanmış hallarının qısa elektron formullarını bizə verib. Həyəcan halına uyğun olan anionları göstərin. Gəlin uşaqlar 62-ci sualı yazaq. 3D3. Deməli 3S2 qısa elektron formulunu yazıram. 3S2 3P5. Deməli xlorun qısa elektron formulu bu şəkildədir. D elektron təbəqəsi boşdur. 3D0. Gəlin indi xloru bir-bir həyəcanlandıraq. İlk öncə 3S2 P elektron təbəqəsində olan elektronları xlor verəcək. P4 3D1. 3S2 bir-bir həyəcanlanmış hallarını yazırıq. 3P3 3D2. Baxın uşaqlar, P elektron təbəqəsi öz 2 elektronu da verdi. Yəni 3 elektronu qaldı. İndi S elektron təbəqəsindəki elektronları alırıq. 3S1 3P3 3D3. Deməli, xlor atomu maksimum dərəcədə həyəcanlandı. Başlanğıc halda xlor atomunun müsbət 1 oksidaşma dərəcəsi, daha sonra müsbət 3 oksidaşma dərəcəsi, müsbət 5 oksidaşma dərəcəsi və müsbət 7 oksidaşma dərəcəsi göstərdi. İndi bizə deyir ki, D3 şəklində, D3 sondur, sonda müsbət 7 oksidaşma dərəcəsi göstərir. İndi gəlin anionlara baxaq. Elə A variantından başlayaq. Xlor bilirik ki, xlorun neçə oksidaşma dərəcəsi göstərdiyini bilmirik. Deməli, oksigen mənfi 2 oksidaşma dərəcəsi göstərir, mənfi 8. Üstə daha doğrusu çıxılsın mənfi, müsbət 7. Deməli, xlor O4 mənfi birləşməsində xlor müsbət 7 oksidaşma dərəcəsi göstərir ki, oksigen də mənfi göstərir, mənfi 8. Mənfi 8 də müsbət 7-nin cəmi də mənfi 1 edir. Ona görə də xlor O4 bizə də müsbət 7 oksidaşma dərəcəsi göstərən birləşmə lazımdır. Xlor O4-ləri götürürük. B, C və Y variantları yanlışdır. Keçdik 2-yə baxmağa. 3D1. 3D1-də xlor müsbət 3 oksidaşma dərəcəsi göstərir. Yazırıq müsbət 3. Müsbət 3 oksidaşma dərəcəsi göstərdiyi gəlin varianta baxaq. A variantından başlayaq. Oksigen mənfi 2 oksidaşma dərəcəsi göstərir, mənfi 1, çıxılsın 1, müsbət 3. Deməli, A variantında xlor müsbət oksidaşma dərəcəsi göstərir, xlor O2 ionunda. Çünki xlor müsbət 3 göstərir, oksigen də mənfi 2 göstərir. Mənfi 2 vurulsun 2, mənfi 4 üzərinə gəlsin müsbət 3, mənfi oksidaşma dərəcəsi. Cavab elə A variantıdır. Yenə də 3-ə baxaq. 3D2-də də xlor müsbət 5 oksidaşma dərəcəsi göstərir. 3-ə baxaq. Oksigen mənfi 2 oksidaşma dərəcəsi göstərir. Ümumi cəm mənfi 6 eləyir. Mənfi 6 üzərinə gəlsin mənfi 5, mənfi 1. Cavab da A variantı. 63-cü sual. Uşaqlar ilə eyni tipdə sualdır. Uşaqlar gəlin yuxarıda yazdığımız bütün, yəni baxın oksidaşma dərəcələrini bir-bir aşağıya da tətbiq edək. 2, baxın 3D2 olan variant müsbət 5 oksidaşma dərəcəsi göstərir bir də. Sonra 2-də uyğun olaraq D3 müsbət 7 oksidaşma dərəcəsi göstərir. 3-də də D1, yəni müsbət 3 oksidaşma dərəcəsi göstərir. Cavab da uyğun olaraq xlor O3, xlor O4 ionu, bir də xlor O2 ionu C variantı. 64-cü sual. Kalium xloratın H-xlorla reaksiyası nəticəsində uşaqlar H-xlor, biz nə dedik? Hidrogen halogenidlərə qüvvətli oksidləşdiricilərlə təsir etdikdə xlor qazı ayrılır. Reaksiya üçün ümumi olan nədir? Gəlin reaksiya üçün yazaq. Kalium xlor üzərinə gəlinsin, xlor 2 üzərinə gəlinsin, su. B variantı reaksiyasını yazaq. Kalium xlor üzərinə gəlinsin, P2O5. C variantını yazaq. Kalium xlor üzərinə gəlinsin, oksigen. Qaz halında maddə alınır. Xeyr uşaqlar, baxın A variantında 1-də qaz halında maddə alınır, xlor 2. 3-də də alındı oksigen, amma 2-də qaz halında olan maddə alınmır. P2O5 bərk halda olan oksiddir. Bilirik ki, metal oksidləri, silisium O2 bir də P2O5 3 oksidimiz bərk haldadır. A variantı doğru deyil.
Oksid alınır. Uşaqlar, oksigen qazı, xlor qazı bunlar oksid deyil. B variantı doğru deyil. Yalnız mürəkkəb maddələr alınır. Uşaqlar, həm xlor, həm oksigen alınır. Bunlar bəsit maddələrdir. C də doğru deyil. Oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, oksidləşmə reduksiya reaksiyasıdır. Baxın, xlor -1-dən gəlir 0 oksidləşmə dərəcəsinə. Oksidləşmə dərəcəsi dəyişir. Ona görə də oksidləşmə reduksiya reaksiyasıdır. B variantına baxırıq. Fosfor 0 oksidləşmə dərəcəsindən -5 oksidləşmə dərəcəsinə gəlir. Daha sonra 3-ə baxırıq. Oksigen -2 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Əgər uşaqlar reaksiyada bəsit maddə varsa, o reaksiya %90 oksidləşmə reduksiya reaksiyasıdır. Y variantı parçalanma reaksiyasıdır. Xeyr uşaqlar, parçalanma reaksiyası deyil, ikinci reaksiya əvəz etmə reaksiyasıdır. Ona görə də cavab D variantı. 65-ci sual. 2 xlor mənfi çıxılsın 2 elektron xlor yəni 0 oksidləşmə dərəcəsinə gəlir. Elektron tənliyinə uyğun gələn reaksiya sxemlərini müəyyən edin. Uşaqlar, gəlin birinci reaksiyanı yazaq. Yenə hidrogen halogenidlərə qüvvətli oksidləşdiricilərlə təsir edirlər. Reaksiya nəticəsində alınacaq deməli kalium xlor, xlor 2, bir də su. İkinci reaksiyanı yazırıq. Yenə baxın uşaqlar, turşulara duzlarla təsir eləyir. Baxın, karbonat turşusu, daha doğrusu xlorid turşusu, yəni xlorid ionu, turşu qalığı karbonat turşusundan daha qüvvətli olduğu üçün onu duzundan sıxışdırıb çıxaracaq. Reaksiya nəticəsində alınacaq natrium xlor, karbon qazı, bir də su. Bilirik ki, karbonat turşusu sabit qalmır, tez parçalanır karbon qazı və suya. Keçirik 3-ə, natrium xlorla reaksiyası nəticəsində də natrium xloru alınır. Uşaqlar, xlor mənfi oksidləşmə dərəcəsindən gəldi, mənfi oksidləşmə dərəcəsindən H-xlor -1, -5. Mənfi oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəldi. Ona görə də 1 doğrudur, 1-i götürürük. 2-yə baxırıq. Xlor -1 oksidləşmə dərəcəsindən 2 elektron 0 oksidləşmə dərəcəsinə gəlmir. Yenə -1 oksidləşmə dərəcəsinə malik olur. Ona görə 2 doğru deyil. 3-ə baxırıq. Xlor 0 oksidləşmə dərəcəsinə -1 oksidləşmə dərəcəsinə gəlir. 3 də doğru deyil. Yalnız 1, cavab da C variantı. Keçdik 66-cı suala. Uşaqlar, eyni tipdə sualdır. Gəlin ilk öncə reaksiya tənliklərini yazaq. Yenə burada alınacaq kalium xlor, karbon qazı, bir də su. Daha sonra aşağıdakı reaksiyadan kalsium, deməli H-xlorun hidrokarbonatla kalium hidrokarbonatla reaksiyası nəticəsində də alınır. Kalium xlor, karbon qazı, bir də su. Sonra birinci reaksiyada uşaqlar dedim ki, hidrogen halogenidlərə qüvvətli oksidləşdiricilərlə təsir edəndə xlor qazı çıxır. Reaksiya nəticəsində alınacaq kalium xlor, mangan xlor 2, daha sonra xlor 2, bir də su. İndi gəlin reaksiya tənliklərinə uyğun gəlməyəni istəyir. Deməli, burada xlor -1 oksidləşmə dərəcəsindən, burada -1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlib, 1 uyğun gəlir, 1-i götürmürük. 2-yə baxırıq. Xlor burada -1 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlir, 2 uyğun gəlmir, 2-ni götürürük. 3-də də xlor -1 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlir yenə, ona görə də 3 də uyğun gəlmir, 3-ü də götürürük. 2, 3, cavab C variantı. 67-ci sual. Dəmir, natrium və maqnezium mol miqdarları bir-birinə bərabərdir. Xlorun mol miqdarı da dəyişkəndir. Hansı bərabərlik doğrudur? Uşaqlar, gəlin 67-ci sualı ilk öncə yazaq. Dəmirin xlorla reaksiyasını yazaq. Dəmir üzərinə gəlsin xlor 2, ferium xlor 3 əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdıraq. Uşaqlar, 2 mol dəmir reaksiyaya daxil olur 3 mol xlorla. N mol dəmir reaksiyaya daxil olur A mol xlorla. A da uyğun olaraq bərabərdir 3N bölünsün 2. Uşaqlar, bir ABC-ni N ilə ifadə edib, sonradan müqayisə apara bilərik. Keçdik 2-yə. Natriumun xlorla reaksiyası nəticəsində alınacaq natrium xlor. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol natrium 1 mol xlorla reaksiyaya daxil olur. N mol natriumda, B mol xlorla reaksiyaya daxil olur. B də bərabərdir N bölünsün 2. Keçdik 3-ə, üçüncüsünə baxmağa. Maqneziumun xlorla reaksiyası nəticəsində alınacaq maqnezium xlor 2. 1 mol maqneziumla ilə 1 mol xlor reaksiyaya daxil olur. N mol maqneziumla da S mol xlor reaksiyaya daxil olacaq. S də bərabərdir N. Bizə deyir ki, A ilə uyğunluğu bərabərlikləri müəyyən eləyir. Gəlin variantları bir-bir yazaq. 1. A nədir? 3N bölünsün 2. Bərabərdir 3 vurulsun. B nədir? N bölünsün 2. 3N bölünsün 2 bir-birinə bərabər oldu. Deməli, 1 doğrudur. Keçdik 2-yə baxırıq. S nədir? N. N bərabərdir 2 vurulsun. B nədir? N bölünsün 2. 2-lər ixtisar getdi. N bərabərdir N. 2 də doğrudur. Keçirik 3-ə baxmağa. A bərabərdir S. A nədir uşaqlar? 3N bölünsün 2. S nədir? N. Bu bərabərlik doğru deyil. Ona görə də 3 doğru deyil. 1, 2. Cavab da Y variantı.
68-ci sual. Hansı ifadələr doğrudur? Ağardıcı əhəngdə xlor 2 müxtəlif duzun tərkibinə daxildir. Doğrudur uşaqlar. Ağardıcı əhəngin necə alırıq? Onu görə yazım indi. Kalsium hidroksidə OH2 xlorla təsir eləyir. Reaksiya nəticəsində alınır kalsium xlor 2, kalsium hipoxlorid, xlor O2 üzərinə gəlinsin su. Uşaqlar baxın, kalsium xlorid və kalsium hipoxlorid birlikdə ağardıcı əhəngdir. 2 müxtəlif duzun tərkibinə daxildir. Bir doğrudur. 2-yə baxırıq. Ağardıcı əhəngdə xlor müsbət mənfi oksidaşma dərəcəsi göstərir. Kalsium xlor 2-də mənfi 1 oksidaşma dərəcəsi göstərir. Kalsium hipoxloriddə isə mənfi 2 müsbət 1 oksidaşma dərəcəsi göstərir. Baxın, həm müsbət 1, həm də mənfi 1 oksidaşma dərəcəsi göstərdi. 2 də doğrudur. 3-ə baxırıq. Ağardıcı əhəngin alınması reaksiyasında xlor yalnız oksidləşdirici xassə göstərir. Xeyr uşaqlar. Xlor həm oksidləşdirici, həm də reduks edici xassə göstərir. Ona görə 3 doğru deyil. 1, 2 cavab B variantı. 69-cu sual. Javel suyunda xlor 2 müxtəlif duzun tərkibinə daxildir. Uşaqlar, Javel suyu necə alınır? Gəlin indi onu yazaq. Kalium hidroksidin üzərinə xlorla təsir eləyir. Reaksiya nəticəsində alınır kalium xlor, kalium hipoxlorid, bir də su. Uşaqlar, kalium xlor və kalium hipoxlorid qarışığı birlikdə Javel suyu adlanır. Javel suyu. 2 müxtəlif duzun tərkibinə daxildir, doğrudur. Javel suyunda xlor müsbət mənfi oksidaşma dərəcəsi göstərir. Mənfi 1, müsbət 1, doğrudur. Javel suyunun tərkibində oksigenli duzun adı kalium xloratdır. Xeyr, kalium hipoxloriddir. Çünki kalium xlorat olduqda bu artıq Javel suyu deyil. 1, 2 cavab Y variantı. 70-ci sual. Javel suyu istehsalı, ağardıcı əhəng istehsalı. Bayaq ikisinin reaksiyasında yazmışıq. Euler-Venn diaqramına əsasən X, Y, Z-i müəyyən edin. X nədir? Yalnız Javel suyu hər ikisinə aiddir. Xlor hər ikisi xlorla reaksiyaya daxil olur. Daha doğrusu Javel suyu alınanda, baxın yuxarıda yazmışam, kalium OH-ın xlorla reaksiyası. Ağardıcı əhəngdə isə kalium hidroksidin xlorla reaksiyasıdır. İstəyirəm, kalsium hidroksidin. İndi gəlin bir-bir baxaq. Hər ikisində xlor qazından istifadə olunur. Ona görə də Y-ə xlor gedəcək. B, C, Y variantları yanlışdır. Çünki kalsium OH2 yalnız ağardıcı əhəngdə, kalium OH isə yalnız Javel suyunda istifadə olunur. Keçirik X-ə baxmağa. Uşaqlar, X, D variantı, yəni kalsium OH2 Javel suyu deyil, ağardıcı əhəngə aid. Ona görə də cavab A variantı. 71-ci sual. Hansı reaksiyada xlorun oksidləşmə dərəcəsi müsbət 5-dən mənfi 1-ə gəlmişdir? Uşaqlar, gəlin bir-bir reaksiyaları yazaq. Elə A variantından başlayaq. Kalsium hidroksidin su ilə reaksiya, birbaşa məhsulları yazıram uşaqlar, vaxt getməsin. Reaksiya nəticəsində alınacaq kalsium xlorid, bir də su. Deyir ki, xlorun oksidləşmə dərəcəsi müsbət 5-dən, burada xlorun oksidləşmə dərəcəsi mənfi 1, istəyirəm, mənfi 1-dən elə mənfi 1-ə gəlir. Yəni A variantı doğru deyil. B variantına keçirik. Xlor 2 üzərinə gəlinsin kalsium hidroksid. Yuxarıda bu reaksiya uşaqlar baxın yazılır. Reaksiya nəticəsində müsbət 1, mənfi 1 oksidləşmə dərəcələrini yazaq. Xlor 0 oksidləşmə dərəcəsində mənfi 1 və müsbət 1 oksidləşmə dərəcələri göstərir. Həm oksidləşdirici, həm reduks edici olur. B variantı yanlışdır. C variantını da yuxarıda yazmışdıq. Eyni tipdə C variantı yanlışdır. D variantına gəlirik uşaqlar. D variantı. Kalium xlor O3 üzərinə gəlinsin H xlor. Reaksiya nəticəsində alınacaq kalium xlor, xlor 2, bir də H2O. Kalium xlorda uşaqlar xlorun oksidləşmə dərəcəsi mənfi 1-dir. Müsbət 5 deyil, xlor müsbət 5 oksidləşmə dərəcəsində, mənfi 1 oksidləşmə dərəcəsinə gəlib. Ona görə də cavab D variantıdır. İndi Y variantını da gəlin son dəfə baxaq. Reaksiya nəticəsində alınacaq kalium xlor, mangan xlor 2, bir də su. Xlor mənfi 1 oksidləşmə dərəcəsindən mənfi 1 və yenə mənfi 1 oksidləşmə dərəcəsinə, bir də 0 oksidləşmə dərəcəsinə gəlir. Y variantı da doğru deyil, cavab D variantı. 72-ci sual. Bizə deyir ki, kalium xloratın, yəni Bertolli duzunun parçalanması nəticəsində oksigen alınır. Kalium xlor, bir də oksigen qazı çıxır. Daha sonra fosforla reaksiyası nəticəsində kalium xlor, bir də P2O5 əmələ gəlir. H xlorla reaksiyası da dedik ki, hidrogen halogenidlər qüvvətli oksidləşdiricilərlə reaksiyaya daxil olduqda halogenləri verir. Yalnız laboratoriyada halogenlər alınır. Yalnız yodu, fluoru laboratoriyada almaq mümkün deyil. Reaksiya nəticəsində də alınacaq kalium xlor, xlor 2, bir də su.
Reaksiyalar 1-2-3. Reaksiyadan alınan bəsit maddələrin sayı. Birinci reaksiyada bəsit maddələrin sayı 1 dənə doğrudur. Deyir ki, hansı reaksiyadan alınan bəsit maddələrin sayı doğrudur? 1 doğrudur. Uşaqlar, oksigen qazı bir bəsit maddə əmələ gəlir. 2-də bəsit maddə əmələ gəlmir. 2 yanlışdır. 3-də də xlor 2 bir bəsit maddə əmələ gəlir. 1, 3. Cavab B variantı. 73-cü sual. Eyni tipdə sualdır. Uşaqlar, yuxarıdakı suala baxın. Reaksiyadan alınan mürəkkəb maddələrin sayını istəyir bu səfər də. Birinci reaksiyada bir mürəkkəb maddə alınır. 1 doğrudur. İkinci reaksiyada 2 mürəkkəb maddə alınır. 2 doğrudur. Üçüncü reaksiyada da 2 mürəkkəb maddə alınır. Su və kalium xlor 3 doğru deyil. 1-2 cavab D variantı. 76-cı sual. Hidrogen və xlorun reaksiyası üçün hansı ifadələr doğrudur? Həcmin dəyişməsi ilə gedir. Reaksiya nəticəsində alınır 2 mol H-xlor. Uşaqlar, 2 mol qaz reaksiyaya daxil olub, 2 mol da qaz əmələ gəlib. Həcmin dəyişməsi ilə gedir. Doğru deyil. 2 mola 2 mol həcm sabitdir. İşığın təsiri ilə və ya qızdırıldığı gedir. Doğrudur. H ilə gedə bilər. İşığın təsiri ilə 2 doğrudur. Hidrogen xloridin sənayedə alınması üsulu doğrudur. Sənayedə hidrogen xloridi məhz bu üsulla alırlar. Suda pis həll olan qaz alınır. Xeyr, hidrogen xlorid suda yaxşı həll olur. Ona görə 4 də doğru deyil. 77-ci sual. Doğru deyil deyir. Həcmin dəyişməməsi ilə gedir. Doğrudur. Bu variantı götürmürük. Alınan qazın suda məhlulu lakmusa təsir etmir. Uşaqlar, alınan qazın suda məhlulu H-xlordur, xlorid turşudur. Turşular lakmusun rəngini qırmızıya boyayır. Ona görə 2 doğru deyil, 2-ni götürürük. Birləşmə reaksiyası doğrudur, 3 götürmürük. Yalnız katalizator iştirakı ilə gedir. Xeyr uşaqlar, qızdırıldıqda da gedir. Ona görə də 4 də doğru deyil, onu da götürürük. 78-ci sual. Hansı mərhələlər doğru deyil? Xlorun oksigenlə reaksiyası nəticəsində xlor 2 O7 alınır deyir. Xlor 2 O7 deyə bir maddə var, amma xlorla oksigen birbaşa reaksiyaya daxil olmur. Bir doğru deyil. Xlor 2 O7-nin su ilə reaksiyası turşu oksidləri su ilə reaksiyaya daxil olub turşular əmələ gətirir. Xlor 2 O7-də deməli xlor müsbət 7 oksidaşma dərəcəsinə malikdir. H-xlor O3-də, yəni xlorat turşusunda isə xlor müsbət 5 oksidaşma dərəcəsinə malikdir. Əgər müsbət xlor 2 O7 su ilə reaksiyaya daxil olsa, hipo üstdən perxlorat əmələ gətirərdi. H-xlor O4 əmələ gətirərdi. Ona görə 2 də doğru deyil. 3-ə baxırıq. Uşaqlar bilir ki, turşular əsaslarla reaksiyaya daxil olur. Kalium xlor O3 üzərinə gəlsə su əmələ gələcək. 3 doğrudur. Kalium xlor O3-ün hidrogen xloridlə, yəni hidrogen halogenidlərin qüvvətli oksidləşdiricilərlə reaksiyası nəticəsində halogenlər alınır. Laboratoriyada yalnız flor laboratoriyada alınmır. 4 də doğru deyil, doğrudur. 79-cu sual. Hansı mərhələlər doğrudur? Xlor oksigenlə reaksiyada doğru deyil bu mərhələ. Eyni şəkildə 2 də doğru deyil. 3, 4. Yuxarıdakı sualın eyni tipdədir. 80-ci sual. Kalium hidroksidin xlorla reaksiyasına baş verən reaksiya məhsullarının mol sayının zamandan asılı qrafikinə əsasən Z maddəsi üçün nə doğrudur? Gəlin uşaqlar məhsulların mol sayının zamandan asılı qrafikinə əsasən reaksiyanı yazaq. Kalium hidroksidin xlorla reaksiyası nəticəsində 2 cür turşu alınır. Reaksiya temperaturda gedir. Kalium xlor, kalium xlorat, bir də su. Uşaqlar, indi gəlin reaksiya tənliyini əmsallaşdıraq. Oksidaşma reduksiya reaksiyası əsasını əmsallaşdıraq. O xlor -1 oksidaşma dərəcəsi göstərir. Burada kalium xloratda isə müsbət 5 oksidaşma dərəcəsi göstərir. 0-dan gəlir. Uşaqlar, xlor 0 oksidləşmə dərəcəsindən müsbət 5 oksidləşmə dərəcəsinə gəldikdə 5 elektron verir. 5 elektron verdiyi üçün 5-i yazırıq kalium xlorun qarşısına. Kalium xlor da 1 elektron aldığına görə 1'i yazmırıq. Kalium xloratın qarşısına yazılmalıdır. 6 dənə kaliumumuz var. Yazıq qarşısına. Hidrogenlərin sayı 6 oldu. 3 yazırıq suyun qarşısına. Oksigenlərin sayı bərabərləşdi. Hidrogenlər, kaliumlar bərabərləşdi. Son olaraq xlora baxırıq. 2 dənə, deməli 6 dənə də xlorumuz var. Xlorun qarşısına da 3 yazırıq və reaksiya tənliyi əmsallaşır. Davam edirik. Deyir ki, mol saylarını bizə verib X, Y, Z. Reaksiya məhsullarının mol saylarını bizə verib. Baxın uşaqlar, onda X olur kalium xlor. Çünki ən çox mol sayına malik olan X-dir. Kalium xlordur. Sonra Y olur su. Çünki 3 moldur. Deməli, kalium xloratsa Z-dir. Deyir ki, Z maddəsi üçün nə doğrudur? Z maddəsi kalium xlorat oldu. Oksiddir. Xeyr uşaqlar, oksid deyil, duzdur. Birləşmədə xlorun oksidaşma dərəcəsi müsbət 5-dir, doğrudur. Kalium xloratdır, doğrudur. Oksigensiz turşunun duzudur. Xeyr, oksigenli turşunun duzudur. Fosfor ilə reaksiyaya daxil olur. Bəli, reaksiyaya daxil olur. Kalium xlorat, üzərinə gəlinsin fosfor, reaksiya nəticəsində alınır. Kalium xlorid, bir də P2O5. 5 də doğrudur. 6-ya baxırıq. Məhlulunun elektrolizindən kalium alınır. Xeyr uşaqlar, məhlulun elektrolizindən kalium alınmır. Cavab 2, 3 və 5. Keçdik 81-ci suala. 134,4 litr xlor ilə artıq miqdarda isti kalium hidroksid məhlulunun qarşılıqlı təsirindən neçə mol kalium xlor O3 alınır? İsti kalium hidroksid uşaqlar, yəni temperaturda gedir reaksiya. 81-ci sual. Xlor ilə
Artıq miqdarda isti kalium hidroksidin temperatur reaksiya tənliyini əmsallaşdıraq. Reaksiya əmsallaşdı. 134,4 litr. 134,4 litr neçə mol oldu uşaqlar? 6 mol. Yazırıq 6 mol. Xlor ilə artıq miqdarda isti kalium hidroksid. İsti kalium hidroksid məlumdur. Qarşılıq təsir neçə mol kalium xlor 3 alınacaq. Uşaqlar 6 mol kalium, daha doğrusu xlorid reaksiyaya daxil olanda x mol kalium xlorat alınır. Normalda isə 3 mol xlor reaksiyaya daxil olanda nə qədər kalium xlorat alınır? 1 mol kalium xlorat alınır. Gəlin indi reaksiya tənasibi həll eləyək. 2 x da uyğun olaraq bərabərdir 2 mol. Deməli 2 mol kalium xlorat alınır. Bizdən də molu istəyirdi. Cavab da 2. 82-ci sual. Bütün hallarda 1 mol metal reaksiyaya daxil olursa sərf olunan xlorun ümumi mol sayını hesablayın. Gəlin uşaqlar bir-bir reaksiyaları yazaq. 82-ci sual. Sink ilə maqnezium hər ikisi 2 valentli metaldır. Üzərinə gəlirsə xlor 2 alınır. Sink xlor 2. Daha sonra magneziumda da həmçinin bizə deyir ki 1 mol metal reaksiyaya daxil olsa sərf olunan xlor. Deməli 1 mol metaldan 1 mol xlor sərf olunacaq. Magneziumda da 1 mol sərf olunacaq. Buraya da magneziumda yazaq. Magnezium üçün də elə 1 mol. Daha sonra alüminium. Alüminiumun xlorla reaksiyası nəticəsində xlor 2. Reaksiya nəticəsində alüminium xlorid alınacaq. Alüminium xlor 3. 2 mol, 2 mol, 3 mol. Deməli 2 mol alüminiumla 3 mol xlor reaksiyaya daxil olursa 1 mol alüminiumla da 1,5 mol xlor reaksiyaya daxil olar. 1 üzərinə gəlsin, 1 üzərinə gəlsin 1,5, 3,5. 83-cü sual. Eyni tipdə sualdır uşaqlar. Kalsiyumla xlorun reaksiyasına bayaq yuxarıda yazmışdıq. Magneziumda olduğu kimi 1 mol xlor lazımdır. Dəmirlə xlorun reaksiyası alüminiumla xlorun reaksiyası kimidir? 3 valentli, dəmir 3 valentli göstərir. Ona görə bizə 1,5 mol xlor lazımdır. Natriumun gəlin xlorla reaksiyasını yazaq. Natrium üzərinə gəlinsə xlor 2. Natrium xlor 2 mol, 2 mol. Deməli 2 mol natriuma 1 mol xlor lazımdırsa 1 mol natrium üçün də 0,5 mol xlor lazım olar. 0,5. Ümumi cəmi tapırıq 3. 84-cü sual. Turşuları bizə verir. Turşu molekulunda oksigenin kütlə payı A, B, C, D uyğun olaraq verir. Deyir ki, ən böyük kütlə payı C-dədir. Onda oksigenin sayı ən çox olan turşu H xlor O4 perxlorat turşusu. Deməli perxlorat turşusunda oksigenin kütlə payı digərlərinə nisbətən daha yüksəkdir. Sonra gəlir A, o da olacaq xlorat turşusu H xlor O3. Sonra gəlir B, H xlor O2 xlorid turşusu. Daha sonra gəlir H xlor O, yəni hipoxlorid turşusu. Bizə X ilə T-ni istəyir. Uyğun olaraq gəlin oksigenlərin sayını yazaq. 1, 4, 2 və 3. Bizə nə istəyir? X isə T-nin cəmini istəyir. X 3-dür. Üzərinə gəlinsin. T də 1-dir. 4. 85-ci sual bayaqki sualın eyni tipdə sualdır. Bizə deyir ki, oksigenin kütlə paylarını verib A, B, C, D. Bizə deyir ki, C, A, B, D sırasında Y üzərinə gəlsin Z cəmini müəyyən eləyin. Deyir ki, C-nin kütlə payı ən böyüdürsə, onda C olacaq perxlorat turşusu H xlor O4. Daha sonra gəlir A, H xlor O3. Daha sonra B, H xlor O2. Daha sonra da D, H xlor O. Oksigenlərin sayına uyğun olaraq yazaq. 1, 4, 2 və 3. Bizdən Y ilə Z-in cəmini istəyir. 2 üzərinə gəlinsin. Z də 4-dür, 6. 2 üzərinə gəlsin 4 bərabərdir 6. Aşağıdakı sualın üstünə yazdıq. 2 üzərinə gəlsin 4, 6. 86-cı sual. Xlor və kalsium hidroksidin reaksiyasından 8 litr xlor 2 oksidləşir. Reaksiyaya neçə litr xlor 2 daxil olmuşdur? Uşaqlar, gəlin yazaq. 86. Xlor 2 ilə kalsium hidroksidin reaksiyası nəticəsində kalsium xlorid, kalsium hipoxlorid, bir də su əmələ gəlir. Uşaqlar, gəlin indi reaksiya tənliyini əmsallaşdıraq. Deməli, oksigenlərin sayı 3 dənə 2 yazıq suyun qarşısına, 4 dənə hidrogen lazımdır, 2 yazıq kalsiumun qarşısına. Kalsiumların sayı bərabərləşdi. Daha sonra oksigenlərin sayı baxaq 2 oksigen, doğrudur. 4 oksigen, 4 hidrogen. Sonra xlorların sayına baxaq. 4 xlor, 2 yazırıq xlorun qarşısına. Reaksiya tənliyi əmsallaşdı. Bizə deyir ki, 8 litr xlor 2 oksidləşir.
Oksidləşmə. Deməli, xlor 0 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlir kalsium xloriddə. Kalsium hipokloriddə isə müsbət 1 oksidləşmə dərəcəsinə gəlir. Deməli, xlor 0,2 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gələndə elektron alır. Elektron aldığına görə oksidləşdiricidir, yəni reduksiya olunur. Proses reduksiyadır. Xlor 0 oksidləşmə dərəcəsindən müsbət 1 oksidləşmə dərəcəsinə gəldikdə elektron verir, yəni reduksiya edicidir, oksidləşir. Bizə deyir ki, 8 litr xlor oksidləşdi. Uşaqlar, diqqətlə baxın reaksiyaya. 2 mol xlor götürmüşük, onun 1 molu oksidləşir, 1 molu da reduksiya olunur. Baxın, 2 mol xlorumuz var, onun 1 molu oksidləşdi, 1 molu da reduksiya olunur. Əgər 8 litr xlor reduksiya olunursa, onda 8 litr xlor da oksidləşəcək. Ümumilikdə biz nə qədər xlor götürmüşük? 16 litr xlor götürməliyik ki, 8 litr oksidləşsin, 8 litr də reduksiya olunsun. Ona görə də cavab 16. Uşaqlar, inşallah tam şəkildə, aydın şəkildə izah edə bildim. Deməli, 2 mol xlor götürəndə 1 mol oksidləşirdi, 1 mol da reduksiya olunurdu. 8 litr xlor oksidləşibsə, onda 8 litr də reduksiya olunacaq. Ümumilikdə bizdə 16 litr xlor olmalıdır ki, 8 litr oksidləşsin, 8 litr də reduksiya olunsun. 87-ci sual. Xlorun qələvi ilə reaksiyasını bizə verib, temperaturda və temperatursuz. Gəlin, reaksiya nəticəsində uşaqlar, temperatur yalnız fərqli olan Z ilə T eynidir. Onda Z ilə T uyğun olaraq su və natrium xlordur. X isə temperatur olduğu üçün natrium xlor O3, temperatursuz isə natrium hipoklorit əmələ gətirəcək. Xlor O. Bizə deyir ki, X ilə Y-in fərqini istəyir. X ilə Y arasında yalnız 2 oksigen fərq eləyir. 2 dəfə 16, 32. X ilə Y-in fərqi 2 dəfə 16 bərabərdir 32. Uşaqlar, X-in formulunu bildik. Natrium xlor O3. Y-in formulunu da bildik. Natrium xlor O. Deməli, natriumla xlorların sayı bir-birinə bərabərdir. Oksigenlərdən də yalnız natrium xlor O3-də, yəni X maddəsində ikisi artıqdır. 2 dəfə də 16, 32. Normal olaraq ML-lər də tapıb çıxa bilərsin, amma vaxt itkisinə səbəb olar. Ən yaxşı sadə şəkildə həll etməkdir. 89-cu sual 4 qram X brom 2 birləşməsinin flor 2 ilə reaksiyasına 1,56 qram X flor 2 birləşməsi əmələ gəlir. X-in nisbi atom kütləsini hesablayın. Gəlin hesablayaq uşaqlar. İlk öncə reaksiyanı yazacaq. X brom 2 üzərinə gəlinsin flor 2. Reaksiya nəticəsində alınır. X flor 2 üzərinə gəlinsin brom 2. Reaksiya tənliyini əmsallaşdırmaya ehtiyac yoxdur. 4 qram X brom 2 reaksiyaya daxil olanda 1,56 qram X flor 2 əmələ gəlir. X üzərinə gəlinsin 160 qram brom 2 reaksiyaya daxil olanda X üzərinə gəlinsin 38 qram flor 2 alınır. Gəlin tənasibi həll edək və X-i müəyyən edək. 4-də ixtisar gedir. 0,39. İndi gəlin uyğun olaraq tənasibi həll edək. 0,39 X üzərinə gəlinsin 3,9 vurulsun 16. Sıfırla ixtisar apardım. X üzərinə gəlinsin 38. 3,9'u 16'ya vuranda 62,4 eləyir. Gəlin uyğun olaraq x-ləri bir tərəfə keçirək. 62,4 çıxılsın 38 bərabərdir 0,61x. Uyğun olaraq 0,61x bərabərdir 24,4. X də bərabərdir 24,4 bölünsün 0,61. Sıfırları aparırıq. 2440 bölünsün 61. 40 dəfə. Cavab da 40. X-in nisbi atom kütləsi 40-a bərabər oldu. 90-cı sual. 90-cı sualda uşaqlar eyni tipdə sualdır. Gəlin 90-cı sualda yazaq. 2 qram X brom 2 birləşməsinin X brom 2 xlor 2 ilə reaksiyasından X xlor 2 üzərinə gəlinsin brom 2 alınacaq. Brom 2. 2 qram X xlor 2-nin reaksiyasından 1,11 qram X xlor 2 əmələ gəlmişsə 1,11. X üzərinə gəlinsin 160. Uyğun olaraq X üzərinə gəlinsin 71 qram brom 2 əmələ gələcək. İndi gəlin bu tənliyə uyğun olaraq həll eləyək. Bu hasil 177,6 eləyir. 177,6-dan da çıxırıq 142-ni. 0,89 x-də bərabərdir. 35,6 x uyğun olaraq bərabərdir. 35,6 bölünsün 0,89. İxtisarlarımızı aparırıq. 0 gəldi 40 dəfə.
Uşaqlar, bu məsələ biraz uzun kimi görünür, çünki hesablamalar olduqca çoxdur. Yəni bu tipdə həll eləyə bilərsiniz. 91-ci sual deyir, xlor ilə hidroksidin, yəni kalium hidroksidin reaksiyasından 50 mol sayda xlor atomu reduksiya olunmuşsa, neçə mol xlor atomu oksidləşir? Gəlin 91-ci sualı yazaq. Xlor 2 ilə kalium OH-ın reaksiyasını yazırıq. Reaksiya nəticəsində alınır kalium xlor, reaksiya temperaturda gedir. Kalium xlor O3, bir də su əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdıraq. 5 mol kalium xlor, 3 mol su, 6 mol kalium OH, 3 mol da xlor 2 reaksiyaya daxil olar. Deməli 50 NA sayda xlor atomu reduksiya olunmuşsa. Uşaqlar, diqqətlə baxın. Xlor atomu reduksiya olunur. Mənfi 1 oksidaşma dərəcəsinə gəlir. Xlor atomu 0 oksidaşma dərəcəsinə. Mənfi 1 oksidaşma dərəcəsinə gəlirsə, deməli elektron alır, oksidləşdiricidir, reduksiya olunur. Proses reduksiya. Daha sonra xlor 0 oksidaşma dərəcəsindən müsbət 5 oksidaşma dərəcəsinə gəlir. Müsbət 5 oksidaşma dərəcəsinə gəlirsə, elektron verir, reduksiya edicidir, yəni oksidləşir. Davam edirik. 50 NA sayda xlor atomu reduksiya olunmuşsa. Uşaqlar, diqqətlə baxın. 6 dənə, neçə dənə xlor atomu reaksiyaya daxil olub? 6 dənə xlor atomu reaksiyaya daxil olub. Xlor atom. 6 dənə. Deməli, 6 dənə xlor atomu reaksiyaya daxil olur. Onlardan 5 dənəsi, yəni 5 dənə xlor atomu reduksiya olunur. Reduksiya. Bir xlor isə oksidləşir. Bizə deyir ki, 50 mol sayda xlor atomu reduksiya olunmuşsa, 50 mol sayda xlor atomu reduksiya olunmuşsa, neçə mol xlor atomu oksidləşmişdir? Uşaqlar, 5 mol xlor atomu reduksiya olunur. 5 mol xlor atomu, yəni 50 NA. Onda 1 mol xlor atomu da oksidləşmişdir. 1 mol xlor atomu da olacaq 10 NA. 50-ni bölürük 5-ə, bərabərdir 10. Deməli 10 mol xlor atomu da oksidləşmişdir. Gördünüz uşaqlar, deməli 50 mol əgər xlor atomu reduksiya olunmuşsa, reaksiyaya 60 mol NA, yəni 60 mol xlor atomu daxil olmuşdur. Onun 50 molu reduksiya alınır, 10 molu isə oksidləşir. 92-ci sual. Deyir ki, X maddəsi xlorla reaksiyasından alınan məhsul xlor 3 valentli elementlər xlorun 1 valentli olduğu üçün X xlor 3 əmələ gətirəcək. B və C 1-ə getdi BC, sonra 2-yə baxırıq. Deyir ki, X xlor, yəni 1 valentli elementlər AY, kalium və natrium xlorla reaksiyada natrium xlor, kalium xlor əmələ gətirər. 3-ə də gedir uyğun olaraq D variantı. Dedik ki, kükürt xlorla reaksiyada 2 cür maddə əmələ gətirər. S2 xlor 2, S xlor 2. 93-cü sual. X xlor 4 valentli elementlər xlorla reaksiyaya daxil olanda X xlor 4 əmələ gətirir, 1-ə getdi C. İndi dediniz ki, D variantı niyə getmir? Dedik ki, yalnız flor karbonla reaksiyaya daxil olur. Digər halogenlər karbonla reaksiyaya daxil olmur. Sonra X xlor 3 əmələ gəlir. 3 valentli elementlər xlorla X xlor 3 əmələ gətirir. 2-yə getdi B və Y. Daha sonra 3-ə baxırıq. 3-ə də getdi A variantı. Maqnezium xlorla reaksiyada 2 valentli element olduğu üçün maqnezium xlor 2 əmələ gətirir. 94-cü sual. Reaksiyaya daxil olan maddələri bizə verir. Disproporsiya, molekullar arası. Uşaqlar, gəlin bir reaksiyanı yazaq. X maddəsi. Uşaqlar, kalium hidroksid bilirik ki, xlorla reaksiyaya daxil olanda 2 turşu əmələ gətirir. Bu turşulardan biri -1, tutaq ki, gəlin yazaq, reaksiya nəticəsində alınacaq kalium xlor, bir də kalium xlor O3. Həmçinin temperatur şəraitində yazın. Temperaturla olanda isə kalium xlor O3, bir də su əmələ gətirir uyğun olaraq. Uşaqlar, disproporsiya nədir? Xlor 0 oksidləşmə dərəcəsinə malikdir və 2 oksidləşmə dərəcəsinə malik olan maddə əmələ gətirir. Baxın, kalium xlorda -1 oksidləşmə dərəcəsi, kalium xlor O-da isə müsbət 1 oksidləşmə dərəcəsi, həmçinin temperatur şəraitində -1, müsbət 5 oksidləşmə dərəcəsi. Xlor bir atom idi, 0 oksidləşmə dərəcəsinə malik idi və 2 dənə müxtəlif maddədə müxtəlif oksidləşmə dərəcəsi göstərir. Belə reaksiyalara disproporsiya reaksiyalar deyilir. Disproporsiya reaksiyası ona görə də 1-ə getdi A variantı. Əgər bir element, yəni bir atom müxtəlif maddələrdə müxtəlif oksidləşmə dərəcəsi göstərirsə, belə reaksiyalara disproporsiya reaksiyaları deyilir. Sonra Y molekullar arası, Z molekullar arası normal birləşmə reaksiyaları molekullar arasıdır. Çünki elə baxın, xlor atomu 0 oksidləşmə dərəcəsindən Y xlor 2 əmələ gətirir.
Y xlor 2, deməli 2 valentlik göstərir, YB variantı gedir. Misil xlorla reaksiyasında mis 2 valentlik göstərir, daha sonra kalsiumla reaksiyasında da 2 valentlik göstərir. 3-ə də gedir C və Y. C və Y variantı. Niyə? Çünki ferium həm də alüminium xlorla reaksiyada 3 valentlik göstərir. Reaksiyada molekullar arası reaksiyadır. Oksidaşma reduksiya reaksiyası. 95-ci sual. Xlor ilə reaksiya adi şəraitdə gedir. Uşaqlar, xlorla reaksiyada adi şəraitdə gedən maddə, deməli, qələvi metallar xlorla reaksiyada adi şəraitdə gedir. Bir də stibium xlorla adi şəraitdə reaksiyaya daxil olur. B və Y variantı. Xlorla reaksiyada yalnız qızdırıldıqda gedir. Uşaqlar, baxın, mis xlorla yalnız qızdırıldıqda reaksiyaya daxil olur. Xlorla reaksiyaya daxil olmur. Nə oksigen, nə də azot xlorla reaksiyaya daxil olmur. A və D də getdi 3-ə. 96-cı sual. Omeqaları bizə verib. Uyğun olarsa, uyğunluğu müəyyən edin. Natriumun kütlə payı, Z-in kütlə payı. Deməli, natrium hidroksidin xlorla reaksiyası nəticəsində alınır X, Y və Z maddələri. Bizə deyir ki, X ilə Z-in, onda Y-in bildik ki, sudur. Y sudur. Çünki biz bilirik ki, hidroksidlərin, deməli natrium hidroksidin deməli xlorla reaksiyası nəticəsində müxtəlif kütlə payına malik, deməli natrium duzları və su əmələ gəlir. Y-ə atdıq getdi. İndi bizdən X və Y-in, X və Z-in üzr istəyirəm. X və Z-in hansı duzlar olduğunu müəyyən eləməyi bizi istəyir. Baxın uşaqlar. Deyir X-də natriumun kütlə payı omega 1-dir. X-də. Omega 1 yazırıq bunun üçün X-dir. Y-də isə omega 2. Daha doğrusu Z-də. Z-də isə deməli X-in natriumun kütlə payı omega 2-dir. Natriumun kütlə payı deyir ki, Z-də daha böyükdür. Yəni omega 2 böyükdür omega 1-dən. Yuxarıda baxın bizə deyir ki, Z-də natriumun kütlə payı daha böyükdür. Biz hansı maddələr, X, Y hansı maddələr ola bilər uşaqlar? Bir natrium xlor ola bilər, bir də natrium xlor O3 ola bilər. Hansı birləşmədə natriumun kütlə payı daha böyükdür? Əlbəttə ki, natrium xlor olan birləşmədə natriumun kütlə payı böyükdür. Yəni Z oldu natrium xlor, X uyğun olaraq olacaq natrium xlor at. Niyə Z-də natriumun kütlə payı böyükdür? Uşaqlar, baxın, hər iki birləşmədə natrium da var, xlor da var. Sadəcə oksigenlərin sayı fərqlidir. Biz kütlə payını necə tapırdıq? Omega bərabərdir. Bizdən istənilən həmin maddənin, həmin birləşmədəki emerinin, məsələn, orada 5 dənə natrium olsaydı, mən 5 vurardım natriumun ayrına. Natriumun ümumi birləşmənin emerinə olan nisbəti. Emer, tutaq ki, natrium xlor da ola bilər, birləşməyə yazaq bir A. Ümumi birləşmənin emerinə olan nisbətinin faizlə miqdarıdır. Uşaqlar, diqqətlə baxın. Natriumun sayı hamısında bərabərdir. Birləşmənin kütləsi artdıqca kütlə payı da azalacaq. Onda X-in kütlə payı da Z-in kütlə payından aşağıdır. Bizə deyir ki, X, Y və Z maddələrini müəyyən edin. Y-i payaq müəyyən eləmişdik, sudur. Onda D variantı gedir 2-yə. X-i müəyyən elədik natrium xlorat. C variantı 3-ə də gedir. Uyğun olaraq Z-də müəyyən eləmişdik. Natrium xlor 3-ə də getdi B variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə halogenlər və xlor bölməsindəki xlor alınması və xassələri mövzusunda olan sualları bitirdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.